Şaxta baba, mənə bu il arvad gətirəsən? Sən səhv Şaxta babaya yazırsan. Sən bu Şaxta babaya biraz pul versən, o sənə nəinki arvad, ürəyin nə istəyir tapa bilər. Gördüyün bu Villidir, o alkogolikdir, bir də oğrudur. Və dostu Markusla bir yerdə, o da qısa boyludur. Şəhərin mollarının birində Şaxta baba və Elif rolunu oynayırlar ki, biraz pul qazansınlar. Villi işə həmişə içkili gəlir, uşaqlarla isə laqeyd danışır. Günlərin birində Villi və Markus valideynlərinin vecinə olmayan Törmün adında bir uşaqla tanış olurlar və istəməsələr belə o uşağı himayəçiliklərinə götürürlər. Bu miksin sonunda nə alınacaqsa Bad Santa filmini tapıb izləyə bilərsiniz. Sizə tövsiyə edirəm ki, filmə orijinal səsləmədə baxasınız, çünki aktyorların səsi ilə daha çox güləcəyinizə əminəm. Bu arada sizə demişdim ki, filmdə Santalarla sevişmə feçi olan bir qız var. It isn't he? Yeah, I guess so. How to be nice. Good night, Santa. Əmrən,